2020-ci ildə başa çatan Vətən müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü böyük ölçüdə bərpa etsə də, Laçın yolunun nəzarətsiz qalması bir sıra ciddi boşluqlar yaradırdı. Azərbaycan rəhbərliyi isə bu vəziyyətin daimi ola bilməyəcəyini açıq bəyan edirdi. Bu yanaşma isə xüsusilə Laçın yolu məsələsində özünü göstərib. Hərçənd bu yoldan qeyri-qanuni hərbi daşımalar və ölkə suverenliyinə zid fəaliyyətlər üçün də istifadə edilməsi məsələnin həlli baxımından praktiki addımları zəruri hala gətirib. Nəticədə 2023-cü il aprelin 23-də Laçın istiqamətində sərhəd buraxılış məntəqəsinin qurulması barədə qərar qəbul edilib. Məntəqənin yaradılması ilə Azərbaycan dövlət sərhədində tam nəzarəti bərpa etdi və bölgədə yeni hüquqi çərçivə formalaşdırdı. Bu kontekstdə ən vacib amil isə Prezident İlham Əliyevin prinsipial və qətiyyətli siyasəti olub. Bu periodda Ali Baş Komandanın eyni ilə 20-ci il müharibəsində, 44 günlük müharibədə olduğu kimi hesablanmış, amma çox cəsur addımları mütləq tarix kitablarına düşəcəkdir. Həm beynəlxalq təzyiq bilirsiniz ki, həmin addım Avropa platformasında görüşlərdən sonra baş verdi. Həmin Avropa platformalarındakı təzyiq, xüsusən Avropa Birliyinin təzyiqi, Fransanın təzyiqi və eyni zamanda da Rusiya sülh məramları silahlı şəkildə ərazidə idilər. Dövlət başçısının bu addımı təkcə inzibati qərar deyil, daha geniş təhlükəsizlik strategiyasının da tərkib hissəsidir. Bu özünü 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri zamanı daha aydın göstərib. Məntəqə vasitəsilə bölgəyə kənardan hər hansı hərbi və ya logistik dəstəyin daxil olması faktiki mümkünsüz olub və bu da əməliyyatın 23 saatda və minimal risklə başa çatmasına şərait yaradıb. Həmçinin bu addım Rusiya sülh məramlı qüvvələrinin bölgədə qalması zərurətini aradan qaldırmaqla da Azərbaycan üçün tarixi nailiyyət olub. Bu həm də o deməkdir ki, sülh məramlıların bölgədəki mövcudluğu belə Prezident İlham Əliyevin təhlükəsizlik məsələlərində ardıcıl və qətiyyətli xəttini davam etdirməsinə əngəl ola bilməyib. Şübhəsiz ki, bugün Azərbaycanın ərazilərinə nəzarəti tamamilə bərpa etməsi əsasən bu siyasi iradənin təzahürüdür. Həyata keçirdiyimiz lokal xarakterli antiterror tədbirləri bütün dünya tərəfindən ciddi qəbul edilməyə başladı ki, Azərbaycan öz ərazisində separatizmə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirdir və biz sərhədi bağlayandan sonra bütün Azərbaycanın ərazisini daima mübahisələndirmək istəyən Kreml hakimiyyətinə və dünya ermənilərinin müdafiəçilərinə göstərdik ki, biz əməliyyatları öz ərazimizdə aparırıq, biz ərazi bütünlüyümüzü təmin etmişik və Azərbaycan ərazisində başqa heç bir separatçı və ya kənar qüvvələrin düşündüyü bir struktur ola bilməz. O proseslər Azərbaycanın davam edən zəfərinə doğru daha bir addım oldu. Və əgər bugün Xankəndi, bugün Xocalı, digər ərazilər, Laçının özü, o Laçın dəhlizi adlandırılan bizim o yolumuz özümüzdədirsə, heç bir boz zona qalmadısa, həmin prosesi Azərbaycan dövlətinin həmin cəsur və eyni zamanda da hesablanmış addımlarına borçluyuq biz onu. Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması həm də uzun illər davam edən qeyri-müəyyənliyə son qoymaq baxımından da tarixi yeniliyə səbəb olub. Çünki bu illər ərzində Laçın dəhlizi anlayışı Ermənistan tərəfindən xüsusi statuslu və nəzarətsiz marşrut kimi təqdim olunub. Bu baxımdan qısa zaman kimi görünsə də, son 3 il regionun taleyində 10 illiklərlə müqayisə olunacaq dəyişikliklərlə yadda qalıb. Laçın sərhəd buraxılış məntəqəsinin 3-cü ili yalnız tarix deyil, Prezident İlham Əliyevin uzun müddətli və hesaplanan qərarıdır. Eyni zamanda qarşıdakı dövr üçün sabitlik, təhlükəsizlik və idarə olunan inkişafın davam edəcəyinə işarədir.